Azərbaycanda bir neçə gündür Lokko deyilən gənc gündəm olubdur və həmin uşağı artıq bir çox yerlərdə reklama çağırırlar. Uşağı çox məşhurlaşdırıblar. Sıradan bir ailənin övladıdır, indi uşağın gəlirləri sürətli artır. Bugün Daxili İşlər Nazirliyində bu uşağı müzakirə ediblər. Nazirə Vilayət Eyvazova məruzə olunub bu uşaq. Həmin oğlan nəzarətə götürülüb. Onun bir neçə günə nazirliyə banditizmə çağrılacağı, qazancının 80%-ni Daxili İşlər Nazirliyi banditizm ələ keçirəcəyi artıq qərara alınıbdır. Haram yeyənlər yığışıb başına. Baxa görün kimdir bu? Təpəsi Lokko, harda anası qəhbə var, harda başının başını tutmaq istəyən var, harda atasını tanımayan var, çıxardırlar ortaya. Lokko, yox bir mənim şeyimin başı, başının gözünü yelləməyinə var. Bir qrup sümsük popülər eləyir, Daxili İşlər Nazirliyi də banditizmədə belə bir şey lazımdır, faydalanır. Peysər köpək o, Lokko, ananın ağzına Lokko. Ciz köpək uşağı harda parmaqdan əmələ gələn var Azərbaycanda çıxır. Lokko, bomba oğlan imiş bu. Göt oğlu, göt. Lokko sevən ananızın ağzına elə, Lokkoya nifrət eləyənlər versin sizin ana başınızın ağzına. Buna bak. Bunun sifəti mamışa oxşuyur. Bundan da gözəl, bundan da sifəti, bundan da belə imici, performansı daha üstün səviyyəli oğlanlar eləyə bilər bunu. Lokko, anana qəhbənin balası. Sizin var yoxunuzun ağzına geyindirmir. Lokko sevənlər, qırıq sevənlər, qəhbə balaları qəhbə. Baxmağa uğraş tapırsınız, bir vaxt var idi Adəmin daşçağından öpürdünüz uğraş yığını uğraş. Qəhbə yığını qəhbə. Bir şey fikirləşməlisiniz siz, namusumuz ayaqlar altında. Vətənimizi, xalqımızı zorlayan bu Əliyev rejimini rədd eləməliyik. Ya sən Lokko, ya başqın yavru, anana geyindirən, barmağa oynayan göt verənlər. Mən burada danışıram, mənə 3000 adam baxır. Baboş yemək yiyir, sıçmağa tualetdə oturur 9000, 10000 adam baxır. Həmən deyədə bu xalqın 70%, 80% göt verəndir. İnanmırsınız. Şernovski qoyun deyirdi, Heydər Əliyevin qoyunu var 8 milyon, 9 milyon. Bunları qınamıram, biri çıxmışdı Kutima Kutu, milyard adam bax deyə ona Kutima Kutuya. Valla bu dünyanın bu iğnədən sonra oldu bu əsasda bu. İğnədən sonra hamısı göt verən oldu bu millət. Akşam evinə gəl çörək ala bilmir, sabah çörək ala bilmir, anasının ağzından sperma tökülə müdürün altından yatıb gəlir. Lokko, Lokko'nun da anasının nəslini qoyacam ortaya sənin də. Cındır oğlu cındır. Bir ara Tolik'in götünü yalayırdılar. Sonra keçdilər Bayram Nurlu'nun götünü yalamağa. Sonra keçdilər Baboş'un götünü yalamağa. Sonra Kutima Kutuya. Sonra keçdilər nə bilim nə poxa, nə psürə. Bəs döysünüz mən, qəhbə yığın qəhbə. İlham Əliyevlə də 1-2 il irəli geçsək, hamınızın lülüşümüz durmayacaq, petuk olacaqsınız. İşəmək üçün lazım olacaq o. Bir yolla onun kəs yerinə işləm tax ora. Bir dənə Bakıda biz tapmayacaqsınız oğlunuzu evləndirməyə, qızınızı ərə verməyə bir dənə oğlan tapmayacaqsınız. Lokkolarla, mokkolarla başınızı alladırlar. Əlinizə bir şirin quş verib ananızı dombadıb qayırırlar.